Gelmişəm 2000-ci ildə. Yəni Denizlə tanış olmuşam 2008-də. Mən Almanyaya gedəndə ailəmlə getmişəm. Mamam, papam, qardaşım, atam. Papam bizi aparıb ora 2000-ci ildə. Sonra məktəb oxumuşam. 3-cü siniflə başlamışam. 3-cü siniflə başlamışam. 8 il sonra Denizlə biz təhsil məktəbində tanış olmuşuq. Tanış olmuşam. Orada Denizin 17 yaşı var idi. Benim 18. Ben orada ona vurulmuştum. Yani Deniz'in kofe alacak pulu yok idi. Okuyurdu sadece. O da ben de. Hele birbirimizi sevmişik. Sonra benim kardeşimin kulağına çatıp ki bacımın sevgilisi var. Gelip Deniz'in mektepte yolunu kesip. Ki biz kuşuk olmuştuk. Biz sen ben bacımdan uzak dur. Biz bu şey alınan şeydir de. Deniz'e çekilmişti, geldi dedi ki biz kardeşim. Kardeşim deyip ki ona biz ben öğretime göre böyle ileri böyle bacımdan uzak dur. Buna bıçak çekip neyse öyle bile. Bizim biraz şeyde hücum edip Deniz'e. Kardeşimin o vakti 21 yaşı var idi. Deniz'in de 17. Heç kim pis yazmır axı, ay Zahir Bey, sizə nə olub? Yəqin sizin içinizdəki nəsə hirsdir. Neysə, Deniz ipi narahat olma, biz uzaq duraram da. Gələr mənə yaxınlaşar, deyər ki, biz aton deyir, bacın, qardaşın deyir ki, biz birbirimize uzaq duraq, neyniyəcək? Dedim, heç neyniyəcək, davam neyniyəcək? Neysə, evə gələrəm, papa gəlir deyər ki, biz ondan deyəcəksin deyirsən, deyəndə söz danışıram. Biz ondan uzaqdır, hələ tezdir, yaşını azdır. Neysə, papa gəlir razı olmaz bu münasibətə. Demək, tənəffüsdür məktəbdə. Deniz əlində bir kofi, mənə də özünə kofi, mənə cappuccino. Gələr birlikdə içərik. Bir tek Roza ilə tənəffüsdür, hamımız durmuşuq. Yaxınlaşar mənə, çökünər belə. Mənə evlilik təklif eləyər. Ki, mənimlə evlənərsən. Mən də deyirəm, hə. Oradakilər hamısı sevinər belə, məktəbdə üyüdə, məktəbdə. Bu da deyər ki, qaçaq. Dedim, hara qaçırıq? Dedi, qaçaq. Dedim, necə? Dedi, qaçaq, atıvı razı getirək də, biz belə olmaz. Mən də dedim ki, yaxşı. Neysə, üstündən 3-4 gün keçər. Səhər saat 6 radələrində. 6 rədələr. O sağ ol yazına. 6 radələr deyər ki, mən çatmışam, Edikan qabağında gözləyirəm. Mən də sumkamı balacaca, mua, təşəkkür edirəm, sumkamı yığaram. Demək, bizdə də ev bizə necədir? Otağımdan çıxıram balkona, balkondan da oppanıram otluğa. Sakit açaram qapını balkona, balkondan da mua, təşəkkürlər. Həytə, oppanaram, səhər saat 6 radələrində. Bir də görəm, Deniz yanar, heç unutmaram. Əynində belə kətan kostyum giymişdi, ağ kətan. Violet rəngində də belə kətan saruçka giymişdi. O vaxtı saçları var idi. Burada çolkası belə, o vaxtı mod idi. Yanından belə qısa, buraları uzun, İğokeza idi. İğokeza tərziyirlər o saça. Bir də görüm ki, yanıb maşınla. Dedim, sən maşına niyə gəlmişsən? 17 yaşın var, sürə bilmirsən maşın, pravon yox. Dedi, atamın maşınını qaçırtmışam, min. Dedim, Deniz, sürə bilirsən? Dedi, hə, sürə bilirəm. Neysə, qaynanamın da evi bizdən 7 kilometr o yanı idi. Mindim maşına. Neysə, o 7 kilometr sağ-salamat getdik, çatdıq qaynanamın evinə. Getdik, çatdıq, səhər radələrində qaynanam açdı qapıda, dedilər, buyur, gəlin. Təşəkkür edirəm. Biz gəlin içəri. İçəri gəldik, qaynanam dedi ki, biz aton dedi, sizi bilibsə bu evi də tapacaq. Gəl deyir, səhər açılsın, sənə apara qoyaq qadınlar evinə, atovu yola getirənəcəm. Dedim, yaxşı. Abi, səhər idi, belə də 10, 11, 12 dəqiq saati bilmirəm. Qaynanam film indirər məni maşına, Denizdən aparıb qoyarlar məni qadınlar evinə qorumaq üçün ki, atanı razı getirməyə. Qulaq asın. Atanı razı getirməyə. Deyəmin də fikrimi yayındırmayım. Biz papama saat 2 radələrində
Babam gələr qaynanamın evini tapar. Evini tapar ki, kızım hanı. Deniz de evdə, anasının evində. Deniz deyər ki, biz onu aparıb qoymuşuq. Biz deyir ki, biz kızıma düşə bilmirəm, açmır telefonu. Yığın gəlsin evə. Mən də kimi qorxuram, axı o poxu yemişəm. Deniz deyər ki, bizim münasibətə görə də. Papa deyir ki, yığ sən telefonu, sənin telefonumu açacaq. Mənim telefonumu açmır. Yığar məni, babam Gromkiyə qoyar. Babam oradan deyər ki, oğraş oğlun qızı oğraş. Dur, çıx, gəl evə. Oğlanı da getir. Papa mənə. Biz oğlanı da getir. Mən də sesimin qorxusundan oxuymuşam axı. Sesimi çıxartmıram. Eşitdin məni deyir. Oğlanı da götür, gəl. Papa mənə deyər. Mən dedim, belə elədim. Qorxuram axı indi. Bir kardeşim var da, tek kızam. Atam da mənə erköyüm böyüdəndir. Neyse, Deniz gili gəlib məni götürər. Çıxıb gedərik atam gilə də. Hələ qapını gəldim, qapını döydüm. Anam açdı. Anam qapını açanda, mənim 18 yaşım var, onun 17 yaşı var. Qapını açanda, bax, Allaha and olsun. Anam var, mənə belə eləyər. Kül sənin qız başıma. Papa, mama mənə. Oradan da papa zaldan qışqırar ki, işin olmasın qızla, qoy keçsin içəri. Papa deyər. Salar məni içəri. Salar, papa oradan qışqırır ki, oğlan gözləsin bayırda. Qoyar məni qabağına, deyər, otur. Mən də oturmuşam belə. Deyir, bilirsən, nə inirsən? Dedim, nə inirəm? Dedi, bu qədər deyir, oğlanı istəyirsən ki, sən atondan, anondan gedərsən. Dedim, papa, mən sizdən keçmirəm ki, bilirsən, mən sənə bağlıyam da. Amma mən oğlanı sevirəm. Dedi, sənin elə nə yaşın var? 18 yaşın var. Dedim, yoxa, sevirəm. Dedim, buna əminsən. Gedib qayıtmaya üstümə. Və sən məktəbin, dedim, oxuyacağım da. Dedi, yaxşı, çağır oğlanı içəri. Onda papa Almanca yaxşı bilmirdi də. Hələ biz 18 il idi Almanyadaydıq. Neyse, Deniz gəldi içəri, oturdu. Əmim də oradaydı. Mənim əmim illərdir orada da. Alman kimi bir şeydi o vaxt hələ. Atam üçün tərcümə eləyər ki, bəs qızım ərköyündür, qızıma baxa biləcəksən, nə bilim, nə. Bu da dedi ki, mən sevgimdən başqa hələ ona heç bir şey verə bilmərəm, çünki oxuyuruq ikimiz də. Papa dedi, lap yaxşı, sevgimdən başqa heç bir şey verməklə bitmir hər şey. Amma məsələn, mənim qızımla hələ belə fırlana bilməzsin. Demirsən, sevirəm. Gəl qızıma üzük tax. Buna. Bu da dedi ki, mən razı. Dedi, razısan, get Anovatovu getir. Denizə. Get Anovatovu götür, mən sənə qızı verim. Yox, getirmirsənsə, bu şey başqa cür həll olunacaq. Deniz razı gələr. Gedər anası ilə danışar, anası razı gələr. Anası razı gələr, qaynanam gili mən hamımız nişan eləyərik, ayın 7-si. Nişanımız olar. Denizin 18 yaşını doldurmağını gözləyərik. 18 yaşı 20 fevralda olar. 20 fevralda 18 yaşı olar. 27'si 3. ay 2009'da toyumuz olub. Belə. 27'si də hələ ki fevralda 18 yaşını doldurdu. 18 yaşını doldurdu. 18 yaşını doldurandan sonra toyumuz oldu. Xanım, nağılda, bu neyin nağılını danışım? Olan hikayemizi danışmışam da, qaçmışam mən. Neyin nağılıdır? Bəni Instagramdan izləyənlər bilir bizi.